Mübahisəsiz ən dadlı acika resepti budur. Közdə hazırlanan acika reseptinə başqa reseptlər məncə çata bilməz. Qışda piraşki, ət yeməkləri, bütün qızartmaların yanına yaraşan, istəsəniz pizza sosu kimi istifadə edəcəyiniz ən ləziz reseptdir. Manqal qaladım, tərəvəzlər isə bir gözəl yudum. Gətirdim bir-bir hər birini şişə keçirtməyə. 5 kilo qırmızı biber, 6 kilo pomidor, 2 baş sarımsaq, zövqə görə 10 ədəd də acı biber. Acı biberin çox və yaxud da az olmağı tam olaraq sizin zövqünüzə görədir. Manqaldan çıxardan kimi kilokların içərisinə bükdüm ki, qabığını bir gözəl rahatlıqla soyun. Qabıqlar bu formada o qədər asanlıqla soyulur ki, hər birini üst-üstə bir qazanın içərisinə əlavə elədim. Biberlərin acikanın içərisində arada tumlarının görsənməyi məni narahat eləmir. Blenderla hər birini başladım ocağın üzərində əzməyə. Duz, istiot, qırmızı biber, pul biber, 2 yemək qaşığı şəkər tozu, 1 armudu stəkan üzüm sirkəsi və 1 stəkan da duru yağ əlavə elədim. Başladım bir gözəl bişirməyə. Yarısını göyərtisiz istifadə elədim, yarısını isə göyərtili. Zəfəri, keşniş və ağ reyhandan istifadə elədim göyərti olaraq. Bankalara isti-isti doldurdum, qapağı sadəcə yüngül üzərinə qoydum və 30 dəqiqədə belə qaynatdım. Qapaqlarınız təzə olsa, steril etdiyiniz bankalarda bunun atma ehtimalı 0-a bərabərdir. Cipsi, sousu olaraq da istifadə edə bilərsiniz. İnanın ki, mən dadından doymadım. Bu çəkilişi eləyənə qədər bəlkə bir bankasını elə yedim. Mən heç inanmıram bunlar qışa qalsın. Mütləq siz də hazırlayın və geri dönüşlərinizi mənə yazın. Bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Sevgi ilə qalın.